Malik Əşdər haqqında hədisdir. Malik Əşdər Həzrət Əlinin səhabəsidir. Deyir ki, o qaranlıq gecədə adamsız səhrada getsin, ayağı dəysin bir vəhşi heyvana, yırtıcı bir heyvana, heyvan hürsün, hücum eləsin ona, deyir, Malik gözünü qırpmaz. Bu hədisdir. Hədis olmasa inanmazdıq. Adam nə qədər aramdır görün, güclüdür. Və həmin Malikdir ki, o qədər gücü ola, keçir küçədən, görür ki, bir nəfər ona meyvə qurusunu atır ona, ələ salmaq üçün. O da gedir. Yandaşlar deyir ki, sən bildin bu kimdir? Bu Əlinin sərkərdəsidir, Malikdir. Sən bunu belə ələ saldın, vay evi yıxacaq. Yəqin indi tələsirdi, gəlib başı oynasacaq. Bu da əl ayağı əsə-əsə gedir ki, gedim üzr istəyim, məni öldürəcək bu. Gedir, soruşur, deyirlər ki, valla deyəsən məscidə getdi. Düşür, gəlir, görür ki, məsciddədir, görür, namaz qılır. Məscidin qabağında dayanır, gözləyir, əsə-əsə, Malik çıxanda deyir, çox-çox üzr istəyirəm, mən tanımadım sizi, bilmədim filan. Deyir, nə olub, nəyə görə? Deyir, o meyvəni sizə atıb təhqir eləyən mən idim. Deyir, and olsun Allaha, yolum məsciddən keçmirdi, işim vardı. Sən o hərəkət elədin, gəldim məscidə dua elədim ki, Allah sənin günahlarından keçsin, Allah səni bağışlasın bu cahil hərəkətə görə. Bu İslamın təlimidir, İslamın təqdim elədiyi insan nümunəsidir.